Çünki sən desən ki, mən müsəlmanam, təkfirçi də mən müsəlmanam deyir. İxvan da mən müsəlmanam deyir. Amma mən sələfiyəm demək, o deməkdir ki, mən bu firqələrin hamısından uzağam. Lakin bu mənsubiyyətə hücum edənlər əslində ya nəyisə gizlədirlər və ümumi mən müsəlmanam ifadəsinin arxasında gizlənmək istəyirlər, ya da ümumiyyətlə Sələfi Salihin yoluna müxalifdirlər. Sələfi Salihə açıq şəkildə mənsub olmaq onu ifşa edir və üzə çıxarır. Buna görə də onlar elə bir ümumi ifadə istəyirlər ki, onların halını üzə çıxarmasın. Mən sələfiyəm demək doğrudurmu? Mən sələfiyəm demək, insanın özünü sələfə nisbət etməsi və sələfə mənsub olmasıdır. Sələfə nisbət olunmaq isə şərəfdir, fəxirdir. Lakin bir şərt var, sidq. İnsanın dinində sələf-u salihə nisbət olunması elə bir şərəfdir ki, ondan üstün şərəf yoxdur. Çünki o, özünü Allah Rəsulunun sallallahu aleyhi və səlləmin səhabələrinə nisbət edir. O səhabələr ki, dini birbaşa Allah Rəsulundan götürüblər. Lakin iki şey nəzərə alınmalıdır. Öz məqamını yüksəltmək üçün istifadə etməmək və itayətdə sadiq olmaq. Elə olmalıdır ki, insanın əməli sözü ilə uyğun gəlsin və o zaman mən sələfiyəm desin. Bu, İslam imamlarının yoludur. Şeyxülislam İbn Teymiyyə qeyd etmişdir ki, insanın özünü sələfə nisbət etməsinə ona irad tutmaq olmaz. Əksinə, onu ittifaq ilə qəbul etmək vacibdir. Alimlərimiz, şeyxlərimiz, Şeyx İbn Baz rahiməhullah, Şeyx İbn Useymin rahiməhullah, Şeyx Fovzan həfizəhullah, hamısı demişdilər ki, sələfə mənsub olmaq gözəl və təriflənən bir işdir. Hətta Şeyx İbn Useymin rahiməhullah qeyd edir ki, bu tabiçilik baxımından vacibdir. Məsələlərin bir-birinə qarışdığı zamanda insanın mən sələfiyəm deməsi lazımdır ki, başqalarından fərqlənsin. Çünki sən desən ki, mən müsəlmanam, təkfirçi də mən müsəlmanam deyir. İxvan da mən müsəlmanam deyir. Sururi də mən müsəlmanam deyir. Cəhmi də deyir, mən müsəlmanam. Amma mən sələfiyəm demək, o deməkdir ki, mən bu firqələrin hamısından uzağam. Mən Allah Rəsulunun səhabələrini təqib edirəm. Onların əqidəsindəyəm və onların yolu üzərindəyəm. Ana ala mənhəc sahabəti Rasulillah sallallahu aleyhi və səlləm. Fəqavlu hədə Bu sözü qarışıqlıq zamanı demək tələb olunan bir məsələdir. Bu mənsubiyyəti bəyan etmək üçündür. İnsan Sələfi Salihin yoluna mənsub olduğunu açıqlayır. Sələfi Salihin yolu heç bir ayıb gətirmir. Əksinə, bu tələb olunan bir şeydir. Bir dəfə möhtərəm Şeyx Salihdən Hafizəhullah soruşulmuşdu ki, əgər məndən sən sələfisənmi soruşulsa, nə cavab verim? Şeyx dedi ki, cavab sadədir. De ki, mən sələfiyəm və bununla fəxr edirəm. Bu böyük bir şərəfdir və fəxirdir ki, Allah bəndəni ətrafındakı bu qədər azğınlıqlar içində ümmətin sələfinə və Allah Rəsulunun səhabələrinə nisbət edilməsinə müvəffəq edib. Lakin bu mənsubiyyətə hücum edənlər əslində ya nəyisə gizlədirlər və ümumi mən müsəlmanam ifadəsinin arxasında gizlənmək istəyirlər, ya da ümumiyyətlə Sələfi Salihin yoluna müxalifdirlər. Sələfi Salihə açıq şəkildə mənsub olmaq onu ifşa edir və üzə çıxarır. Buna görə də onlar elə bir ümumi ifadə istəyirlər ki, onların halını üzə çıxarmasın. Şübhəsiz ki, müsəlmanın mən sələfiyəm deməsində heç bir problem yoxdur. Əksinə, müsəlman Sələfi Salihin mənhəcinə tabe olmalı və o mənhəc üzərində əməl etməlidir. Yəni, ya'məl bimənhəc-i sələf-salih rıdvanullahi aleyhim.